Bizim üçün bu bugün çox böyük bir hadisədir. Çünki bugün Avropanın ən titullu sirk artistləri Azərbaycandadır. Qeyd etdiyimiz kimi, hər zaman kimi ənənəyə sadiq qalaraq ilk proqramları biz şəhid ailələri, bizim qəhrəmanlarımızın övladları üçün həsr etmişik. Sirka dəvət alanda çox sevindim. Ən çox akrobatların hərəkətləri xoşuma gəldi. Mənim üçün ən maraqlı yüksəkdə olan akrobatik hərəkətlər idi. Çünki mən özüm yüksəkdən qorxduğum üçün, yəni başqaları eləyəndə mənim üçün maraqlı oldu. İlk bura dəvət alanda çox sevindim və mən burada ən çox bəyəndiyim heyvanların o şovlar, hərəkətləri oldu. Həmçinin də burada yeni bir ortam, yeni bir dostlar tanış oldum və bu mənə görə çox yaxşı bir təcrübə oldu.